Anus bölgəsində yuyunarkən əlinizə düyün dəyir və onun babasil olub-olmadığını bilmək istəyirsiniz. Əgər düyünlə bərabər anus bölgəsində qanama varsa, qəbizliyiniz varsa, çətin tualetə getmək hissiniz varsa, artıq babasildən əziyyət çəkirsiniz deməkdir. Babasil xəstəliyi ən çox hamiləlik keçirmiş xanımlarda, ağır fiziki işlə məşğul olan insanlarda, oturaq həyat tərzi keçirən ofis işçilərində rast gəlinə bilir. Əgər daimi qəbizliyiniz varsa və bu qruplardan heç birinə aid deyilsinizsə, yenə də babasil xəstəliyindən əziyyət çəkmiş ola bilərsiniz. Babasil xəstəliyi bir neçə mərhələdən ibarətdir. Birinci, ikinci mərhələlərdə biz daha çox dərman müalicəsinə üstünlük veririk. Üçüncü, dördüncü mərhələlərdə isə artıq dərman müalicəsinə yanaşı cərrahi müdaxilə də tələb oluna bilər. Vaxtında müraciət olunmazsa, bu xəstəliyi qanaxmalarla, anemiyalar, irinli patologiyalarla ağırlaşa bilər. Əgər bu fəsadlarla qarşılaşmaq istəmirsinizsə, vaxtında müraciət edin, həm cərrahi müdaxilədən xilas oluna bilərsiniz, həm də komfortlu həyat tərzi keçirə bilərsiniz.